Hamınıza salamlar dostlar. Kanalıma və videoma hamınız xoş gəldiniz. Bu gün sizlərə iş günü bir vlog çəkəcəm. Həm bu gün çəkəcəm və sabah son zəngimizdir inşallah. Ona hazırlaşmağını çəkəcəm. Bir də son zəngdən də kəsiklər, parçalar qoymağa çalışıram. Ümid edirəm ki, maraqlı bir video olar. Əgər videomu bəyənsəniz, videoma like atmağı, kanalıma abunə olmağı, yorum yazmağı unutmayın. Bütün 11-ləri məzun olmaq adıyla təbrik edirəm. İnşallah hamınızın tələbə həyatı məktəb illərindən də daha yaxşı, daha mükəmməl keçər və sağlıqla, xoşbəxtliklə universitet həyatında başa vurmuş olarıq. Nəysə, o zaman sizə xoş izləmələr. Mira que arte, madre mía. Vamos a acariciar esa guitarrita, Oscar. Allah şükür. Sen biraz kızsan Que me roben de tu estrofa un par de versos. Yo paso por tu calle todos los días para decirte que te quiero si te veo. El miedo está contigo y no te fías. La ilusión se convierte en melancolía. Miro pa' la luna y me lía. Nasıl biz burada alacağız? Sehenden bir biliyor maska çürüyüp bize satıp çürüyüp. Ağzını sınav. Ama zırvasa Bak bir keçi yaptım. verəmiş görsənəm. Vegan deyirək sən ona görə. Vegan nedir? Vegetarian. Vegan vegetarian. Biz o kadar mahkum vermişik. Şimdi veganı koyuyoruz. Bir de biz kendi yiyelermişik. İllərdir maska qoyuruq biz axı. Demək dostlar, buranı sonradan səsləndirmə eləyəcəm. Burada evdəkilərin yemək yerini deyirəm. Yəni qardaşım sirkifdə düzəldir, mən də yemək yeyib daha sonra keçəcəm saçımı qurutmağa. Saçım yaşıydı. Bu da mənim duşdan sonra başımda dəsmalla yemək şəklimdir. Burada isə artıq mən sizə danışıram, nə bilim, takı falan nə taxacam, aksesuar olaraq hansı sep, qolbaq, sırğa falan taxacağım deyirəm. Səsi nə üçün kəsdim bunu deyim. Demək video telif yedi. Mən də onun üçün bəzi bölgədə əncəlləndi. Ona görə videonu silib bu hissəsini mahnıdan kəsməli oldum. Ona görə əncəlləndi. Burada nə danışdığım yadımda deyil. Bu ehtimal məzun lentimi göstərəcəm. Yadıma düşdüm. Məzun lentimin necə olduğunu göstərəcəm və ona görə də yazılar qızılı renkli olduğu üçün mən də qızılı renkdə aksesuarlar taxmaq istədiyimi deyirəm burada. Hətta indi məzun lentimi görəsiniz mənim. Budur, məzun lentim. Məktəbimizin 30-cu buraxılışıyıq. İnşallah sabahki videoda nə vaxt editləyib atsam, son zəng vlogunda görərsiniz bizim rəqsimizi, paltarlarımızı falan hamısını görərsiniz. Orada ev halıma fikir verməyin. Bundan sonra zaten yatacağım mən. Yatacağım dediyim xalamıza çay içdik sonra. Aha, burada da indi sizə aksesuarlarımı göstərəcəm. Demək, bu xı sepini taxıram. Bunu zaten hər videoda göstərmişəm demək olar ki, bu sepi çox taxıram. Hal-hazırda da boynumda bu sepdir. Bu arada səsləndirməni gecə eləyirəm. Nə danışdığım haqqında heç fikrim yoxdur. Bu da sırğa, kəpənəkli sırğalarımı taxacam. Və tamam. Bu hissədə artıq qolbağı deyəcəm, amma qolbaq xalam qızının olduğu üçün onun çantasında da o da evdə deyildi, getmişdi. Bütün məzunlara burada uğurlar arzu edirəm. İnşallah tələbəlik həyatı da çox qəşəng, çox mükəmməl şəkildə keçər və istədiyimiz nəticələrdən oranı da başa vurarıq. Nəysə, o zaman videonun davamına izləyə bilərsiniz. Oralarda mahnı yox idi.
Dostlar, əslində mən demişdim ki, videonun əvvəlində bu video 2 günlük bir vlog olacaq. Son zəng videosunu da bu videonun içində çəkəcəyimi demişdim. Amma elə oldu ki, son zəng videosuna çoxlu video gəldi əlimə. O videoları birləşdirib ikinci ayrı bir video eləmək istədim. Həm də kanalımda aktivlik olar bu sayədə. Güman edirəm ki, bu video maraqlı oldu sizlər üçün. Əgər video maraqlı oldusa, videomu bəyənməyi, kanalıma abunə olmağı və kommentlərə nəsə yazmağı unutmayın. Sizləri çox sevirəm. Gələn videoda görüşənə qədər sağ olun.